Ödənişli vasitələrlə, hətta süni intellektdən istifadə edərək mənim Dubayda, Fransada, Los Ancelesdə evimin olduğunu yazırlar. Güya ailə üzvlərim Ermənistanda və başqa müxtəlif ölkələrdə bizneslərə sahibdir. Hətta İsveçrə banklarında milyonlar saxladığımızı, orqan satdığımızı iddia edir, bizi azyaşlılara cinsi istismar məsələlərinə qarışmaqda günahlandırırlar. Qlobal Influence xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan bütün iddiaları və yayılan məlumatları hibrid müharibə adlandırıb. Stat: Deyirlər ki, müxalifət sülhə qarşı deyil, amma eyni zamanda hakimiyyətə gəlsələr, sülhü yenidən nəzərdən keçirəcəklərini də vurğulayırlar. Mən çox açıq, heç bir yumşaldıcı ifadə olmadan demək istəyirəm ki, bu həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinin itirilməsi təhlükəsinin olduğu bir hibrid müharibədir. Onların dediyi mətnlərin çoxunu hətta özləri də başa düşmür. Bu sözlər başqa yerlərdə yazılıb və onlar sadəcə oxucu rolundadılar. Bütün bu qüvvələr sülhün reviziyası mövqeyindən çıxış edirlər. Bu isə qaçılmaz müharibə deməkdir. Üstəlik, seçkilərdən sonra çox keçmədən, maksimum faizdə baş verə bilər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.